Salam uşaqlar, bugünkü dərsimiz olacaq. Sadə və mürəkkəb ədədlər. Namazov birinci hissədən səhifə 9-da olan tapşırıqlara baxaq. Ədədin sadə və mürəkkəb olduğunu müəyyən edin. Biz bilirik ki, sadə ədədlər yalnız 1-ə və özünə bölünən ədədlərdir. Mürəkkəb ədədlər isə 2-dən çox bölənli olan ədədlərdir və 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir. Bizdə ədədin sadə yoxsa mürəkkəb olduğunu istəyirik uşaqlar. Biz birinci bütün cüt ədədlər 7 sadədir, 18 cütdür, mürəkkəbdir, 23 sadə, 25 5-ə bölünür, mürəkkəb, 48 cütdür, mürəkkəb, 67 sadə, 91 7-yə bölünür, mürəkkəb, 53 sadə, 77 7-yə bölünür, mürəkkəb, 58 cütdür, mürəkkəb, 85 5-ə bölünür, mürəkkəb, 89 sadə ədəddir, 19 sadə, 22 cütdür, mürəkkəb, 34 cütdür, mürəkkəb, 67 sadə, 75 5-ə bölünür, mürəkkəb ədəddir, 51 rəqəmlərinin cəmi 6-dır, 3-ə bölünür deyə. Mürəkkəb 45 5-ə bölünür, mürəkkəb 47 sadə, 68 cütdür, mürəkkəb 40 cütdür, mürəkkəb 97 sadə, 33 3-ə bölünür, mürəkkəb ədəddir. 9 və 45 ədədlər arasında yerləşən sadə ədədləri yaz. 11, 13, uşaqlar cüt ədədləri ümumiyyətlə yazmırıq, sadəcə təhlərə baxırıq. 17, 19, 23, 29, 31 və 37, bir də 41, 43. Bir daha deyirəm, cüt ədədlər ümumiyyətlə baxmırıq. Tək ədədlər də içində uşaqlar, hansılar ki, özündən başqa hər hansı bir ədədə bölünür, onu mürəkkəb deyə qeyd edirik. Məsələn, 15 5-ə bölünür, götürmürsünüz. 21 3-ə bölünür, götürmürsünüz. 24 ilə 75 arasındakı ədədlərdə artıq siz rahatlıqla yaza bilərsiniz. Bölünmə əlamətlərini istifadə etmək ədədlərin mürəkkəb ədəd olduğunu əsaslandır. 1, 2, 3 rəqəmlərinin cəmi 6 eləyir. 3-ə bölündüyü üçün mürəkkəbdir. 171 rəqəmlərinin cəmi 9-da 9-a bölündüyü üçün mürəkkəbdir. 12 cüt rəqəmdir. Heç nəyinə baxmadan deyirəm mürəkkəbdir. 207 rəqəmlərinin cəmi 9-da. Həm 9-a bölünür, həm 3-ə bölünür. Mürəkkəbdir. 155 5-ə bölünür, mürəkkəbdir. 123 rəqəmlərinin cəmi 6-dır. Rəqəmlərinin cəmi 6-dır. 3-ə bölünür, mürəkkəbdir. 963 18 rəqəmlərinin cəmi 3-ə bölünür, mürəkkəbdir. 206 8 8 6 14 üstünə 1 15 rəqəmlərinin cəmi 3-ə böldüyü üçün 3-ə bölünür, mürəkkəbdir. Sonu 5 ilə bitir, 5-ə bölünür, mürəkkəbdir. 12 rəqəmlərinin cəmi 3-ə bölünür, mürəkkəb ədəddir. 4-cü tapşırığa baxaq uşaqlar. Hər boşxanaya uyğun 3 sadə ədədi müəyyən edin. Uşaqlar, 16-dan kiçik sadə ədədlər 2 olar, 3 olar, 11 olar. Yəni 16-dan kiçik istədiyiniz sadə ədəd yaza bilərsiniz. 35-dən kiçik 31 yaza bilərik, 29-u yaza bilərik, 13-ü yaza bilərik. 28-dən kiçik 23-ü yaza bilərsiniz uşaqlar, 19-u yaza bilərsiniz, 13-ü yaza bilərsiniz. 31-dən kiçik yenə 29-u yaza bilərəm, 23-ü yaza bilərəm, 13-ü yaza bilərəm, 11-i yaza bilərəm. İstədiyinizi yaza bilərsiniz. 7 ilə 23-ün arasında 11, 13, 19-u yaza bilərəm. 17-ni yazaram, 19-u yazaram, 23-ü yazaram və s. Digər qalan tapşırıqlarda özünüz artıq rahatlıqla sərbəst yaza bilərsiniz. 5-ci tapşırığa baxaq. 2, 6, 13, 15, 23, 29, 36, 45, 83 və 95 ədədləri içərisindən sadə və mürəkkəb ədədləri seçin. Birinci uşaqlar, 2-dən başqa yerdə qalan bütün cüt ədədlər mürəkkəb olduğu üçün 6 mürəkkəbdir, 36 mürəkkəbdir. İndi keçək digərlərinə baxaq. 2 sadədir, 13 sadədir, 15 5-ə bölünür, mürəkkəbdir, 23 sadədir, 29 sadədir, 45 5-ə bölünür, mürəkkəbdir. 83 sadədir, 95 5-ə bölünür, mürəkkəbdir. Ədədin sadə və mürəkkəb olduğunda uşaqlar bölünmə əlamətləri bizə çox köməklik edir. Bərabərsizliyin əldə olan sadə ədədləri yazın. Biz gəlin birincini yazaq, digərlərini artıq özünüz yaza bilərsiniz. 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99, 100, 101, 102, 103, 104, 105, 106, 107, 108, 109, 110, 111, 112, 113, 114, 115, 116, 117, 118, 119, 120, 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136,
29, sonra 31, 37, 41, 43, 47 və 50-dən kiçik deyirsə 47. Bunlar sadə ədəddir. Digərlərində uşaqlar 29-dan kiçik deyirsə siz burada 2-dən 23-ə qədər yaza bilərsiniz. Davam edək. Ədədləri 2 sadə ədədin cəmi şəklindədir. 20-ni yaza bilərik uşaqlar 3 ilə 17. 9-u yaza bilərik 2 ilə 7. 14-ü yaza bilərik 3 ilə 11. 24-ü yaza bilərik, düşünək, 19 ilə 5 yaza bilərəm. 16-nı yaza bilərik 3 ilə 13. 22-ni yaza bilərik 19 ilə 3 və s. Yerdə qalan 4-ünü də artıq uşaqlar siz düşünüb tapa bilərsiniz. Ədədləri 2 sadə ədədin hasili şəklində yaz. 21-i yazaram 3 ilə 7. 65-i 5-ə bölsəm 13. 35-i yaza bilərik 5 ilə 7-in hasili kimi. 55-i yaza bilərəm 5 ilə 11-in hasili. 91-i yaza bilərəm 7 ilə 13-ün hasili. 33-ü yaza bilərik 17 ilə 19 ilə 7-nin hasil kimi yaza bilərik. Yeni yerdə 4 ədəd misalımız qaldı. Artıq bunları özünüz sərbəst yaza bilərsiniz. 9-cu tapşırığa baxaq. Ədədləri 3 sadə ədədin bu dəfə cəmi şəklində deyir. 16-nı yaza bilərik 2, 3, 5. Bu da 11 yaza bilərəm. 16 eləyər. 15-i 5, 5, 5 kimi yaza bilərəm. 5, 7, 12 eləyər. Bir də 13 kimi yaza bilərik. 39-u 3-dən 13-ü toplasam 39 eləyər. Düzdür uşaqlar. Deməli 8 misaldır. 4-ünü mən yazdım. 4-ünü də artıq siz özünüz tapa bilərsiniz. Ədədləri 3 sadə ədədin hasili şəklində yaz deyir. 47-ni 7 vur 6 kimi yaza bilərik. 6-nı da 2 vur 3. 105-i 5 vur 21. O da 5 vur 3 vur 7. 154-ü 2-yə bölsəm 77, 7 vur 11. Belə tapmaq məncə daha rahatdır uşaqlar. 66-nı 2-yə bölsəm 33, 2-yə bölsəm 33, 33-ü də 3 vur 11 kimi yaza bilərik. Digərlərində uşaqlar 2-yə bölərək rahatlıqla yaza bilərsiniz. Məsələn 170-i 2-yə bölsəm eləyər 85, 85-i də 5 vur 17 kimi yaza bilərsiniz. Hamısı sadə ədəd olur. Deməli 11-ci tapşırıq. A ədədini 13-ə qalıqsız bölünərsə A mürəkkəb ədəddirmi? Məsələn A-nın yerinə 13 yazsam, 13-ü 13-ə bölsəm 1 eləyir də qalıqsız bölünür. A-nın yerinə 13 yazsam uşaqlar sadədir. Amma 13-ün hər hansı bir bölünənini yazsam, məsələn 26, 2 alınır, qalıq qalmır. Və 26 qoysam, onlar mürəkkəb. Yəni 13-dən başqa bir ədəd qoysam mürəkkəb olar, amma 13-ün özünü qoysam sadə ədəd olar. 1-dən 70-ə qədər 4-ə bölüşdə qalıqda 3 alınan sadə ədədləri yazın. Birinci 4-ə böləndə qalıqda 3 alınan ədədim hansıdır? Bu eləyər 7. İlk ədədini tapmaq üçün uşaqlar 4-ün üzərinə 3 gəlirik. Daha doğrusu 3-dən 4-ə böləndə qalıqda 3 alınan ən kiçik ədədim 3-dür. Sonra üzərində 4 gələcələ davam edək. 3, 7, 11 sadədir. Üstünə 4 gəlsəm eləyər 15, amma mürəkkəbdir. Üstünə 4 gəlsəm 19, üstünə 4 gəlsəm 23, üstünə 4 gəlsəm 27 edir, amma mürəkkəbdir. Üstünə 4 gəlsəm 31, üstünə 4 gəlsəm 35 mürəkkəbdir. Üstünə 4 gəlsəm 39, bu da mürəkkəbdir. Üstünə 4 gəlsək 43, üstünə 4 gəlsək 47, üzərinə 4 əlavə eləsək 51, üzərinə 4 əlavə eləsək 55 ki, bu mürəkkəbdir. 59, üzərinə 4 əlavə eləsək 63, 3-ə bölünür, mürəkkəbdir. Üzərinə 4 əlavə eləsək 67, bizə də 70-ə qədərdir. Yəni uşaqlar,
ən kiçik ədədi tapdınız. Ədəd həmişə qalığın özünə bərabər olur. Sonra üzərinə neçəyə bölünmədir? 4-ə. Üzərinə 4 əlavə eləyin. Sadəcə mürəkkəb ədəd gələndə olmaz. Məsələn 11 üstünə 4 yarım 15 mürəkkəbli yazmıram. Digər sadə ədədlərin hamısını yaza bilərsiniz. Eyni ilə ikinci də bu tipdir. 6-ya böləndə qalıqda 1 alınan ən kiçik ədəd 1-dir. Amma bir sadə ədəd deyil. Başlayırsınız neçədən? 7-dən. Üzərinə 6 gəlirsiniz 13. Üzərinə 6 gəlirsiniz 19. Beləliklə 6 əlavə edərək tapa bilərsiniz. 13-cü suala baxaq. Deyir, 1-dən 50-yə qədər elə 2 sadə ədəd tapın ki, onların cəmi də sadə olsun. Məsələn, 2 plus 3, 5. 2 də sadədir, 3 də sadədir, 5 də sadədir. 5, 2, 7. 5 də sadədir, 2 də sadədir, 7 də sadədir. 2 kiçik bərabərdir, x kiçik 60 bərabərsizliyini ödəyən bütün sadə ədədlərin cəminin 70%-ni tapın. 2-dən 60-a qədər sadə ədədləri yazsaq uşaqlar, 2-nin özü, çünki bərabərlik işarəsi var. 3, 5, 7, 11, 13, 17, 19, 23, 29, 31, 37, 41, 43, 47, 53, 60'a qədər deyirdi, düzdür. 57 və 59 ədədləri yazır uşaqlar. Bunların hamısını toplayıb 70%-ni necə tapacağım? Cavabı cəmi vuracağım %70'e. 15. 1-dən 50-yə qədər 6-ya böldükdə qalıqda 5 alınan sadə ədədlərdir. 6-ya böləndə qalıqda 5 alınan ən kiçik sadə ədədim 5'dir. Sonra 11'dir. Üzərinə 6 gələcək uşaqlar. Olacaq 17. Üzərinə 6 gəlsəm 23. Üzərinə 6 gəlsəm 29. Üzərinə 6 gəlsəm eləyər 35 mürəkkəbdir. Sadəcə rəqəmləri yazıram ki, uşaqlar 6 artırdıqca səhvlik olmasın. 6 gəlsəm 41, 6 gəlsəm 47, 6 gəlsəm 53, 50'ye qədər deyir. Bunda 47'də dayanmalıyıq. Demək, burada bir 35 olmayacaq. Verilən bütün ədədləri toplayacaq uşaqlar. 15-ci. 1-dən 50'ye qədər 8'də bölüşdə qalıqda 3 alınır. Bütün sadə ədədlər yaz. Ən kiçik sadə ədədim 3-8'də bölsəm qalıqda 3 alınır. Üzərinə 8 gəlirəm 11. Üzərinə 8 gəlsəm 19. Üzərinə 8 gəlsəm 27 ki, mürəkkəbdir. Üzərinə 8 gəlsək 35 mürəkkəbdir. Üzərinə 8 gəlsək 43. Üzərinə 8 gəlsək 51 mürəkkəbdir. Bu da 50'ye qədər deyir. Aha. Deməli 27-nin 35 də lazım deyil. Bizə lazım oldu 3, 11, 19 və 43. Bunları da toplasam 11 ilə 19'u toplasaq 30. 30'un üzərinə 3 gəlib, bir də 43 gəlsə, eləyər uşaqlar 76. Bunun da 80%-i vuraram %80. Sıfırlar ixtisar gedər. 76'da 8'ə vursaq 8, 4 yadda eləyər 60,8. 16. 15 kiçik bərabərdir. Y kiçik 25 bərabərsizliğini ödəyən bütün mürəkkəb ədədlərin cəmində. 15'dən başlayaq. 15, 16, 18, 20, 21, 22 və 24. Cəminin 30%-ni tap. Ədədləri toplasaq uşaqlar 15 ilə 16 qələmi dəyişir. 15 ilə 16 eləyər 31. Bu eləyər 38. Bu içi də eləyər 65. İndi bu üçünü də toplasam 14, 1 yadda 3, 3, 6, üstünə 6, 12, 1 də yadda 13, 134. Bunu da vursaq %30'a. Sıfırlar silinər. 134'ü 3'e vuraram. 2, 9, 10, 3, 4 eləyər 40,2.
17-yə baxaq. 21 kiçikdir x kiçik bərabərdir 41 bərabərsizliyi ödəyən bütün sadə ədədlərin cəmi 6-ya bölünən ən kiçik üç rəqəmli ədəddən nə qədər böyükdür? Bu aralıqdakı cəm bütün sadə ədədləri yazaq. 23, 29, 31, 37, bir də 41-in öz. Bunları toplasaq uşaqlar. Asan hesablama. 29 ilə 31-i toplasam 60. 23 ilə 37-ni toplasam, bu da 60 eləyər. Düzdür. 60, 60, 120. 120 ilə də 41-i toplasam 161. 6-ya bölünən ən kiçik 3 rəqəmli ədəd eləyər 102. Nə qədər böyükdür? 161-dən də 102-sini çıxsaq eləyər 9. Cavab 59. 2 ardıcıl natural ədədin cəmi 10 kiçikdir x kiçikdir 21 bərabərsizliyini ödəyən bütün mürəkkəb ədədlərin cəminə bərabərdir. Bu ədədləri tapın. Birinci, 10 ilə 21 arasında olan bütün mürəkkəb ədədləri yazaq. 12, 14, 15, burada plus qoyaq. 16, 18, bir də 20. Bunları toplasam 14 ilə 16 verər mənə 30, 12 ilə 18 də verər mənə 30, 30, 30, 60 plus 15 ilə də 20, 35. 95. 2 ardıcıl natural ədəddir. Ardıcıl natural ədədlərin x plus 1. Bunun cəmi olar 95. 2x plus 1 bərabərdir 95-ə. 95-dən 1-in çıxıram. 94 bölsəm 2-yə eləyər 47. Deməli, ədədlərimiz 47 və 48-dir. 19-a baxaq. 2 ardıcıl tək natural ədədin cəmi 23 kiçik bərabərdir x kiçik bərabərdir 43 bərabərsizliyini ödəyən bütün sadə ədədlərin cəminə bərabərdir. Tapaq 19-u. Deməli, 23-dən 43-ə qədər sadə ədədlər istəyir uşaqlar. 23-ün özü üstəcəl yazaq. 29, 31, 37, 41 və 43. Yenə toplasaq, 29, 31-i toplasam 60, 37 ilə 43-ü toplasam 80, 23 ilə də 41-i toplasam eləyər 64. 140-ın da üzərinə 64 gəlsəm eləyər 204. İndi 2 ardıcıl tək deyir uşaqlar. X, x plus 2 cəmi də olacaq 204. 2x plus 2 bərabərdir 204. 204-dən ikisini çıxıram eləyir 202. Bölürəm 2-yə eləyər 101. Deməli, ədədlərimiz 101 və 103. 20. Bir digərinin 6-5 hissəsini təşkil edən 2 natural ədədin cəmi 13 kiçik bərabərdir x kiçik 33 bərabərsizliyini ödəyən bütün sadə ədədlərin cəminə bərabərdir. Gəlin birinci bütün sadə ədədlərimizi yazaq. Elə 13-ün özü 17, 19, 23, 29 və 31. 33-də bərabər işarəsi yoxdur. Deməli, toplasam bu eləyəcək 30, bu eləyəcək 60, bu da eləyəcək uşaqlar 42, 30 ilə 60, bu eləyər 72, 132. Deməli, biri o birinin 6-5 hissəsini təşkil edən 2 ədəddirsə, biri 6x-dir, biri də 5x-dir və bunların cəmi 132-dir. 6x də 5x eləyir 11x.
bərabərdir 132, x də bərabərdir 132-ni bölsək 11, bir dəfə 11, 22-ni də 11-ə bölsəm 2 dəfə. Deməli, x-im 12-dir, gətirib yazsam yerinə, bir ədədimin biri 72, digəri də olacaq 60. 21-ci və sonuncu tapşırığımız uşaqlar. Biri digərinin 7-dəki hissəsinə bərabər olan 2 ədədin cəmi 6 kiçik bərabərdir, x kiçikdir 17 bərabərsizliyini ödəyən bütün mürəkkəb ədədləri bərabərdir. Yazaq. 6, 8, 9, 10, 12, 14, 16, 15, 16, 16-ya qədər daha. Bunları toplasaq uşaqlar. 14 ilə 16 verər mənə 30, 8 ilə 12 verər mənə 20, 6 ilə 9 verər 15, 15 ilə 15 30, 30-un da üstünə gəlsəm 10, 40. 40 da plus 50 cavab eləyər 90. Biri digərinin 7-dəki hissəsi, deməli biri 7x-dir uşaqlar, digəri də 2x-dir. Və bunun cəmi 90. 9x bərabərdir 90, x də bərabərdir. 90-ı bölsək 10-a verər bizə 10. Deməli, birinci ədədim 70-dir, ikinci ədədim isə 20-dir. Sağ olun uşaqlar.